Salam aleyküm, hürmetli kəsçilərimiz. Xələfşə kəndimizdən, gözəl kəndimizdən salamlayırıq sizi. Ustalarımız Navesi düzəldirlər, orada işləyirlər. Qədirlə də İlqar qardaşımız bu pilləkənləri qəşəng düzəldirlər, stolpu ilə yeniləyirlər. Bir dəqiqə burada götür bir dəqiqə. Deməli, biraz da yemək hazırlayırıq. Səidə xanımın həqiqətən də yeri məlum. Qaşıq yadımızdan çıxıb gətirməmişik. Təsəvvür edin, taxtadan bir də qaşıq düzəltmişik. Bu işdə belə. O tərəfi çək, o uşaqların gördüyü işlərdə. Cəmaatımız görsün. Kəndimizdə qəşəng havadır. Operatoru sahib qardaşımız edir. Allah köməyiniz olsun. Belə fikir versiniz. Pilləkənlərlə izi belə. Bunun aralarında şebillə doldururuq. Bunun aşağı hissələrinə də almatur mıxlar düzəldib gətirmişik. Onları burası. Fikir versiniz. Belə bir gözəl iş də görür bizim uşaqlarımız. Sağ olsunlar. İlqar qardaşımız, Qədir qardaşımız. Əziyyət çəkənlərin hamısı var olsun. Maşallah olsun. İnşallah kəndimizə gələn cəmaat əziyyət çəkməsin. Bəli. 100% bu işlər görülməlidir hamısı. Buradan tutacaq da Allah qoysa düzəldəcəyik. Rahat düşmək üçün. İlqar qardaşımız çox sağ olsun. Kömək eləyir bizə bu gün gəlir yüksək səviyyədə iş gedir burada. Bax bu almatorları adamın sinəsinə vururuq ki, hər tərəfdən. Yəni o şey olmasın. Qaçmasın ayağımızın altından. Bunu kəstirib ilham gətirmişik, demişik, kəsib gətirib. Allah hamıdır kömək olsun. Hadi qoçularım, irəli. Hələ çox şeylər olacaq. Yolda asfaltdan varıdır. Bax, buralar hamısına bura qırabil tökən, yığışağın, qəşəng. Nə olacaq gələndə? Yaxşıdır, yaxşı, bəs dur, hadi sür. Mənim gözəl kəsçilərim, hamınızı salamlayıram. Allah can sağlığı versin hamınıza. Gözəl burada bir yüngül var, işlər gedir. Bax, hamıya məlumdur ki, viran qalıb da elimiz, obamız yaman gündədir. Bir dənə cəmaatımızdan xahişimiz budur ki, İnşallah mart ayında havalar düzəlsin, Noruz bayramına belə. Gələn qəbristanlığımız yaman gündədir. Hamının burada ölüsü var, hamının babası var, qohumu var. Xələfşə hamısı bizimlə dəxli yoxdur. Gələn burada bir iməcili eləyən. Bunun qonşu kəndlərin adını çəkməyən. Onlara baxıb, heç olmasa bir bilək götürən. Hamı gəlsin bura bir gün. Qəşə bir, hələ burada 3-4 saat iməcili olsa, qəşə qəbristanlığımız... Bir saat. Hamısı, həm burada kəndimizi görərik, onların ruhu da şad olar. Gələn burada köməkli, bu nə qədər bu 3 nəfər, 4 nəfər gəlib bura gedəcək. Bu olmur axı belə. Hələ bir iş görsə, hələ burada görəsi işlərimiz çoxdur. Bax, bu cəmaat üçün edir də bunu. Bax, bunu kim üçün edir ki, o cəmaat. Vallahi hələ bunun hamısı, bax, bu gördüğünüz bu stolbalardır, budur. Bunlar hamısı pulsuz başa gələn şeylərdir. Yəni pul verib alınmıyor. Bunu özümüz hamısını tapmışıq, gətirmişik. O yığılan pullara, Elgizin Allah canı sağ eləsin. Çox əziyyət çəkir. Götürür, yuxarılardan gətirir. Hər şeyə pul vermək olmur axı. Ona görə bizə 50 min pul lazım olur ki, buraları hamısını bərpa eləyək. Hamı inşallah, indidən nədir? Bir ay, 2 ay var. Vaxt eləsin, planlaşdırsın, bir günlük bura. Gəlib burada bir gün 5-6 saat işləyib, hamı iməcili eləyib, hər yeri əl gəzdirib gedək. İndi yuxarıda da ikinci beşatqanı qurur, bir günləri beşatqamız da tamamlanacaq inşallah. Yəqin biz də gələrik də Allahın köməkliyi ilə. Allah sizlər var eləsin. Səidə xanım, Allah ona ömür versin. Allah Səidənin canı sağ eləsin. Rəhmət eləsin. Bax, onun işlərin orada rahat etdi, burada ocaq qalıydı, çay verir. Hamısı bir də onun dəstəyi lazımdır bugünkü gündə. Gələ bilmədim müəyyən səbəblərə görə. Həqiqi də sağ olsun. Sağ olsun. O bizim işimizi çox irəli salırdı. Ebi yox, gələnlər də sağ olsun, gəlməyənlər də sağ olsun. İnşallah vaxt elib gələrlər. Novruz bayramında... Biraz özümüzü silkələyən, bir balaca toparlayağın heç sad olmaz. Elimiz obamız üçün 5-10 manat. Borca, xərcə, kimin imkan dairəsində bunun hamısını yoldan verməliyik. Salamat qalın, inşallah görüşmək üzrə.